Bakı İdman Sarayında 4-cü Uşaq Kitab Festivalının açılışı baş tutub. Festival gələcəyimiz olan uşaqların maarifləndirilməsi, gənc nəsil arasında mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə təşkil olunub. Festival çərçivəsində yazarlarla görüşlər, nağıl saatları, eyni zamanda müxtəlif əyləncəli intellektual proqramların təşkil edilməsi planlaşdırılıb. Qeyd edək ki, festival 10-13 aprel tarixlərində saat 10:00-dan 18:00-a dək davam edəcək, giriş sərbəstdir. Hamınızı salamlayıram. Bir daha hoş gördük. Artıq anaib olaraq 5-ci fəaliyyət göstəririk. Və cənablar, əziz uşaqlar, mən sizin hamınızı Dövlət Komitəsinin adından və bu tədbirin təşkilatçısı olan dövlət qurumlarının adından ürəkdən salamlayıram. Bəli, tədbir haqqında məqsəd nədir, niyə təşkil elədiniz? Bu şuuraltı uşağa təsir etməsi. Bugün Azərbaycan uşaqlarının, eləcə də kitabın həyatında çox əlamətdar günlərdən biridir. Bakı şəhərində 4-cü dəfədir ki, Uşaq Kitab Festivalı keçirilir və mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu festivalın başlanğıcından bu günə qədər biz Nəşriyyatlar Birliyi ilə bir yerdə bu festivalın təşkil olunması və onun daha geniş əhatə dairəsinin daha da genişlənməsi üçün çalışmışıq və bugün artıq görürsünüz ki, çox geniş sayda insanlar da qatılıb bu tədbirə. Həm uşaq müəssisələrindən, həm təhsil müəssisələrindən, eləcə də ailələr bura öz övladlarının əlindən tutaraq gəlirlər. Kitablarla ünsiyyətdə olurlar. Hər kəs özünün istədiyi, özünə oxumaq istədiyi kitabı alır və bununla da kitabla insanın ünsiyyəti getdikcə daha da intensivləşir. Əlbəttə, kitabın insanın həyatında, xüsusilə yeni gənc nəslin həyatında ki, əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. Xüsusilə uşaqları kitaba təşviq etmək üçün belə festivalların, belə kitab sərgilərinin çox böyük əhəmiyyəti vardır. İndi artıq Azərbaycanda nəşriyyatların sayı da genişlənir və həm uşaq nəşriyyatlarının, həm uşaq ədəbiyyatı nəşr edən nəşriyyatların işi getdikcə daha nəzərə çarpandır. Kitablar daha gözəl, daha müasir, daha nəfis çap olunur və kitabların işarələnməsi, yaşa görə işarələnməsi məsələsi də Dövlət Komitəsinin nəzarəti altındadır və biz artıq ilkin müsbət nəticələri görməkdəyik. Çünki bunlar çox vacibdir. Biz bəllidir ki, uşaqları kitaba həvəsləndirmək, onları mütaliəyə təşviq etmək istəyirik, amma əsas məzmundur. Məzmun diqqət mərkəzində olmalıdır. Bu həm yazarlar üçün, həm naşirlər üçün, həm təhsil işçiləri üçün, ailələr üçün və müvafiq dövlət orqanları üçün çox vacib məsələdir. Çünki biz bilirik ki, uşaqlar indi daha erkən yaşdan informasiya ilə təmasda olurlar və daha intensiv onun təsirinə məruz qalırlar. Ona görə də bu təmas nəticəsində əldə olunan məlumatlar heç də hamısı uşağın psixikasına, onun inkişafına, əqlinə, yaradıcı təxəyyülünə, dünya görüşünə müsbət təsir etmir. Ona görə ki, onlar yaşa görə işarələnməlidir. Bu istiqamətdə də nailiyyətlər var, amma hələ də görüləsi işlərimiz çoxdur. Ən əsası odur ki, insanlar daha çox kitabla ünsiyyətdə olmaq istəyirlər. Virtual bir məkanda, virtual bir zamanda kitaba bu qədər böyük marağın olması o deməkdir ki, insanlıq onun hər ikisini paralel şəkildə aparmağı artıq öyrənməkdədir. Artıq Uşaq Kitab Festivalı bir ənənəyə çevrilir. Bu il 4-cüsü baş tutur. Şəxsən özümün belə hər il gözlədiyim, zövq aldığım tədbirdir. Uşaq və kitab anlayışları birləşəndə, bu iki gözəl söz birləşəndə ortaya daha da gözəl bir mənzərə çıxır. Yüzlərlə uşaq gəlib, hər yeni başlayıb, uşağa kitab alırlar, oxuyurlar və insan istər-istəməz gələcəyimizlə bağlı çox nikbin ruhda olur bu oxuyan uşağı gördükdə. Mən düşünürəm ki, bu ənənə davam eləməlidir və nə yaxşı bu ildən ilə daha da gözəlləşir, gələnlərin sayı artır və inanıram ki, bu uşaqlar həqiqətən də ümid etdiyimiz gələcəyi quracaqlar. Adətən uşaqların eşitdiyi kitaba soruşurlar, bunların bir çox xarici müəlliflərdir. Amma yerli müəlliflərin özü istintaqda olduğu üçün daha çox onunla danışıb, kitabla bağlı fikirlərini soruşurlar. Belə-belə yavaş-yavaş yerli müəlliflərə də əslində rəğbət yaranır. Bu sərginin, bu festivalın bir məqsədi elə budur ki, uşaqlarımız yerli müəllifləri tanısınlar
onları oxusunlar. Yəni xarici kitablarla yanaşı özümüzə dəyər versinlər. Uşaq Kitab Festivalı artıq 4-cü dəfədir keçirilir və bu dəfə də aprel ayının 10-undan 13-nə qədər davam eləyəcək var və bu festivalı keçirməkdə məqsədimiz odur ki, uşaqlar kitablı bir tədbirə gəlib, maraqlı, əyləncəli gün keçirsinlər və görsünlər ki, kitab oxumaq, kitabla birlikdə olmaq, kitabı sevmək nə qədər əslində maraqlı və əyləncəlidir və hər bir kitab onlar üçün yeni bir macəraya çevrilsin. Ümid edirik ki, 4 gün ərzində uşaqlar və valideynlər festivalımızı ziyarət edəcəklər, buradakı tədbirlərdən ödənişsiz şəkildə istifadə edə biləcəklər və xoş xatirələrlə buradan ayrılacaqlar. Qeyd edeyim ki, hər gün səhər saat 10-dan axşam 8-ə qədər festivalımız davam eləyir və hər kəsə xoş mütaliələr arzu edirik. Festivalda yolunuzu gözləyirik.